ötən gün Braziliya və Azərbaycan futbol yığmaları arasında oyun keçirilmişdi. Və biz həmin oyunda iştirak edən azarkeşlərindən birinə xahiş etmişik ki, Braziliya-Azərbaycan oyunu ilə bağlı bizə məlumatları çatdırsın. Salam Balaş. Balaş, oyun necə keçdi? Anar, bəlkə yanında Validoldan, Karvaldan bir şey olar. Yox, Balaş, yox. Oyun necə keçdi, ay Balaş? Mənə necə keçdi? Bizimkilər 5-0, heç nə, belə, vəziyyət bax belə. Cəmi 5-dir o? Birinci tayımda. Bəs ümumi hesab necə oldu? Bizimkilər ümumiyyətlə qol vura bildilər. 3 top vurdular, 3 top vurdular. O, Braziliya üçün gözəl nəticədir. Öz qapımıza Yaxşı, bəs ümumi hesab necə oldu? Mən də giz kimi mərciləmişdim. Mən də ki, ağla bax. Nə mərciləmişdin ki, bizimkilər Braziliyanı udacaq? Yox, mərciləmişdim ki, 10 topdan artıq buraxmayacaq bizimkilər. Bəs neçə top buraxdılar ki? Bilmirəm. Necə bilmirsən, axı siz stadiondaydınız? Yox, 11 top buraxmışdılar, mən çıxıb getdim, hələ də oyun davam edirdi. Balaş, bizim yığma ilə Braziliyanın əsas heyəti oynayırdı? Yox. İkinci heyət? Yox. Gənclərdən ibarət yığma? Yox. Bə kim? Anar, bizim yığma ilə Braziliyanın azarkeşlərindən ibarət komanda oynuyordu. Ağzımı açırsan ala, getdi. Nəysə.